öz görüşlərini qələbə ilə başa vururlar. Bir daha xatırladıram ki, bu yarışlar mütləq şəkildə keçirilir. İdmançıların şəkillərinə heç bir məhdudiyyət qoyulmur və müxtəlif şəkilli idmançılar yarışda bir-birləri ilə qarşılaşa bilərlər. Sonda ən sonuncu mərhələdə final görüşündə çox güman ki, artıq nisbətən ağır şəkilli idmançılar mübarizəni davam etdirəcəklər. İndi Akşin Əliyev və Reynard Grönwald Şotlandiya döyüşə başlayırlar. Azərbaycan idmançısı yaşıl kəmərlə mübarizə aparır. Onun kəmərinə qırmızı lentə bağlanıb. Reynard Grönwald isə qara kəmər birinci dan dərəcəsinə layiq görülür və Akşin Əliyev görüşün elə ilk saniyələrində rəqibinin təklif etdiyi açıq mübarizə üslubunu qəbul edir. Təkrarən yenə də Şotlandiya idmançısı hücuma keçməyə səy göstərir. Akşin Əliyev Uşura fəndini tətbiq eləməyə cəhd etdi, lakin bu fənd alınmadı. Görüş davam etdirilir. Hiss olunur ki, hər iki idmançı fiziki hazırlıq baxımından yaxşı təsir bağışlayır. Xüsusilə də Akşin Əliyev rəqibinin zərbələrinə davam gətirməklə yavaşı, həm də qüvvətli zərbələr endirir və indi gördüyünüz kimi onun Sevadza əllə zərbəsindən sonra Reynard Grönwald knockdown vəziyyətinə düşür və hakimin köməkçilərindən üçü bildirir ki, Azərbaycan idmançısı bu zərbə ilə qələbə qazandı. Beləliklə bu zərbə, əgər bir qədər əvvəl dediyim kimi, rəqib əgər zərbələrin qarşısında davam gətirmirsə, mübarizədən yayınırsa, yaxud da hər hansı bir zərbənin ağırlıcı təsirindən yerə çökürsə, bu zaman yarış dayandırılır.